Bu video səni seçdi. Demək ki, həyatında yolunda getməyən bir şeylər var. Gəl 3 kart seçək. 1, 2 və 3-cü. Baxaq görək, niyə onunla səndə alınmır? Niyə heç nə alınmır? Ya da niyə alınmadı? Öncəliklə, bizim gördüyümüz nədir? Sən onunla davamlı eyni şeylər və davamlı uğursuz nəticələr verən təkrarlar yaşayırsan. Qarşı tərəf çox səssizdir. Müəyyən boşluq hissi, eyni zamanda da problemlərin içərisində kimi görünür. Digər tərəfdən səni əldən verməməyə çalışır. Bu isə səni sözün əsl mənasında yorub, çox yorub özdən. Və bütün bunlara baxmayaraq sənin çox saylı maneələrin, çətinliklərin var. Bu münasibətə qarşı qoyanlar, qarşı çıxanlar var. Sən yenə də tutunmağa, müqavimət göstərməyə, mücadilə aparmağa çalışırsan. Halbuki hiss edirsən ki, yanlış yerdəsən, yanlış insana görə savaşırsan. Və nəticə olaraq, gedişat olaraq daha doğrusu biz sənin bu mübarizəni buraxacağını hiss edirik. Sükunətə bürünəcəksən, hər şeyi bir sakitliyə buraxacaqsan və buna səbəb sənin o adamla bağlı alacağın bir informasiya olacaq. Bu sənin qəlbini qıracaq, bu sənin bəsirətini açacaq. Bu sənin bir fərqindəlik yaşamağa, yanlış yolda olduğunu anlamağına səbəb olacaq. Və bununla sən hər şeyi axışına buraxacaqsan. Bir kənara çəkiləcəksən. Nəticədə isə yenilənmə, təzələnmə, çətin də olsa təzə həyata başlamaq enerjisini hiss edirik. Bəs onunla səndə niyə alınmır? Bunun günahkarı sənsənmi? Xeyr, qarşı tərəf sadəcə olaraq səni itirməməyə çalışır. Sənsiz qalmamağa çalışır. Amma səninlə olmağa çalışmır. Səninlə olmaq üçün hər hansı bir ciddi mübarizə aparmır. Bir sözlə, o səni və özünü bir yerdə təsəvvür edə bilmir. Səninlə özünü bir yerdə xəyal edə bilmir. Sadəcə olaraq sən ona hələ ki lazımsan.